Salam əziz izləyicilər. Bugün sizlərlə Qəbələ bölgəsinin məşhur üçqulaq şirniyyatının reseptini bölüşəcəyəm. Hazır lavaşdan 3 barmaq enində lent kimi kəsirik. Sonra bu lentləri götürüb bir külah düzəldib içini içliklə doldururuq. İçini doldurduktan sonra gördüğünüz formada bükürük. Yuxanın yapışmağı için mən adi sudan istifadə etmişəm. Siz yumurta ağından istifadə edə bilərsiniz. İçlik için bizə lazım olan ərzaqlar bunlardır. Qoz, üydürmüş qoz, şəkər tozu və hil. Bunlar bir-birinin üzərinə əlavə edilib qarışdırılır. Digərlərini də eyni qaydada hazırlayırıq. Sonra qazın üzərinə tavanı yerləşdirib içərisinə duru yağ əlavə edib qızdırırıq. Qızdırdıqdan sonra hazırladığımız bu üç qulaqların iki tərəfini də qızartırıq. Tez bazar hazırlana biləcək çox asan və çox dadlı bir şirniyyatdır. Bugünlük də bu qədər. Əziz izləyicilərim, videonu bəyəndinizsə bəyəni düyməsini basmağı və kanalıma abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşənə qədər. Hələlik.